Salam əziz dostlar. Qəlbin Səsi rubrikasına xoş gəlmisiniz. Bugün birlikdə bir suala cavab axtaracağıq. İnsanlar niyə xoşbəxt ola bilmirlər? Bəzən elə düşünürük ki, xoşbəxtlik uzaqdadır. Deyirik, evim olanda xoşbəxt olacağam. Məktəbi qutaranda xoşbəxt olacağam. Pulum çox olanda rahat yaşayacağam. Arzuladığım insan yanıma gələndə həyatım dəyişəcək. Amma özümüzə bir sual verək. Görəsən xoşbəxtlik həqiqətən gələcəyimi gözləyir? Əslində xoşbəxtlik bir bacarıqdır. O, hər gün öyrəndiyimiz bir vərdişdir. Kiçik şeylərin qədrini bilmək, sağlamlığımıza şükür etmək, sevdiklərimizin səsini eşitmək, səhər açılan günəşə, axşam əsən mehə diqqət etmək də xoşbəxtliyin bir hissəsidir. Həyatda hər kəsin dərdi var. Problemsiz insan yoxdur. Amma bəziləri çətinliklərin içində də yaşamağı, gülümsəməyi və ümidini itirməməyi bacarır. Fərq məhz bundadır. Xoşbəxt olmaq o demək deyil ki, həyatımda heç bir problem olmayacaq. Xoşbəxt olmaq o deməkdir ki, problemlərin olsa belə, həyatın gözəlliklərini görməyi bacarırsan. Hər gün özümüzə kiçik bir sual verək. Bugün məni sevindirən nə oldu? Bəzən cavab bir fincan çay, bir uşağın təbəssümü, bir dostun xoş sözü və ya sakit bir axşam olur. Unutmayaq ki, xoşbəxtlik bizi hardasa gözləmir. O bizim düşüncələrimizdə, baxışımızda və hər gün etdiyimiz seçimlərdə yaşayır. Bəzən isə düşünürük ki, xoşbəxtlik bizə verilən bir hədiyyədir. Kiminsə taleyinə yazılıb, kiminsə yox. Amma həyat bizə başqa bir həqiqəti öyrədir. Xoşbəxtlik taleydən çox baxış tərzidir. Diqqət etmisinizmi? Eyni hadisə bir insanı məhv edir, digərini isə gücləndirir. Eyni yağış birinə qaranlıq görünür, o birinə isə torpağın nəfəsi kimi gəlir. Deməli, bizi xoşbəxt və ya bədbəxt edən təkcə başımıza gələnlər deyil, onlara verdiyimiz mənadır. İnsan xoşbəxt olmağı niyə bacarmır? Çünki çox vaxt yaşadığı anı gələcəyə qurban verir. Deyir, filan iş düzəlsin, ondan sonra rahat yaşayacağım. Sonra başqa bir arzu gəlir, ardınca daha biri. Beləcə, həyat gözləmək içində keçir. Başqa bir səbəb isə müqayisədir. Başqalarının həyatına baxdıqca öz sevincimizi kiçildir, öz nemətlərimizi görməz oluruq. Halbuki hər insanın görünməyən yükü var. Kənardan parlaq görünən həyatın içində hansı mübarizələrin yaşandığını heç vaxt tam bilə bilmərik. Bəzən də xoşbəxtliyi yalnız böyük hadisələrdə axtarırıq. Halbuki həyat böyük bayramlardan yox, adi günlərdən ibarətdir. Əgər adi günlərdə sevinç tapa bilmiriksə, böyük anlar da bizi uzun müddət xoşbəxt edə bilməz. Bir sual da verək özümüzə. Sonuncu dəfə nə vaxt
sakitcə oturub həyatımıza görə minnətdarlıq hiss etmişik. Nə vaxt sevdiyimiz insanın səsini, bir uşağın gülüşünü, küləyin sərinliyini ya da sadəcə nəfəs aldığımızı dəyərli hesab etmişik. Xoşbəxtlik çox vaxt axtardığımız yerdə olmur. O, yanından ötüb keçdiyimiz anların içində gizlənir. Həyat bizə hər gün eyni sualı verir. Sən bugün nəyə diqqət edəcəksən? İtirdiklərinə, yoxsa sahib olduqlarına? Verdiyimiz cavab isə bizim xoşbəxtlik səviyyəmizi müəyyən edir. Bəs sizə görə necədir? Sizcə xoşbəxtlik insanın başına gələn bir hadisədirmi? Yoxsa onun hər gün etdiyi bir seçimdir? Cavablarınızı şərhlərdə bölüşə bilərsiniz. Unutmayın ki, insanın ən doğru yolu çox vaxt qəlbinin səsində gizlənir. Sağ olun, yeni qəlbin səsində görüşənədək.